Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Bugünləri elhamdülillah 10-cu orucumuzu yerinə yetirdik. Elhamdülillah Allah'ın izniyle. Allah Teala'ya çoxlu şükürlər olsun. Allah Teala bizə böyük nemətlər verib. Və o cümlədən də bizə İslam dini verib və doğru yolu yönəldib bizi. Və doğru yolda olmaq böyük bir nemət ki, onun misli yoxdur. Əlbəttə ki, doğru yol odur ki, Allah'ı olduğu kimi, buyurduğu kimi tanımaq, onun buyurduğu kimi əmirləri yerinə yetirmək və onu sevmək və onu görməyə hazırlaşmaq və onun cənnətinə girmək, onun cəhənnəmindən qorxmaq, uzaqlaşmaq və bunlar hamısı hidayətə bağlı məsələlərdir. Elhamdülillah. Və sonra, sevimli qardaşlar, həmişə eşitdiyin şeyi doğru düzgün çatdırmalısın, eşitdiyi kimi. Nətər ki, Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, Allah Teala o insanın üzünü ağartsın ki, yəni məndən eşitdiyin olduğu kimi çatdırır. Yəni təhrif eləmədən, çevirmədən, yəni əlavə etmədən, artırmadan, əksiltmədən vucuhun yevmə izin nazıra ilə Rabbiha nazıra. O gün çox üzlər ağaracaqdır və Rəbbinə baxacaqdır. Əlbəttə ki, o üzlər, hansı üzlər ki ağaracaqdır, onlar da yəni, əməl sahiblərdir, Allah Teala'nın seçdiyi qullarıdır və onlar Allah Teala'nı görəcəklər. Və mövzumuz bugünkü təvəssül haqqındadır. Yəni təvəssül iki növ olur. Biri icazəli, şəri, ikincisi isə yəni, qadağan olan təvəssüldür. Təvəssül nədir? Təvəssül yəni Allaha yaxınlaşmaq üçün yəni vəsilələr, vasitələrlə Allaha yaxınlaşmaq deməkdir. Və onların da bəziləri var ki, onlar icazəlidir və bəziləri var ki, icazəli deyil, haramdır. Və Allah Subhanahu Taala buyurur ki: "Ya eyyuhellezine amenuttaqullaha vebtagû ileyhil vesilete və cahidu fi səbilihi ləalləkum tuflihun." Ey iman gətirənlər, Allah'tan qorxun və ona yaxınlaşmaq üçün ona tərəf vasitələr arayın və cihad eləyin onun yolunda, bəlkə nicat tapasınız. Və gördüyümüz kimi Allah Subhanahu Taala nə dedi? Dedi ki, vasitələr. Yəni, bu vasitələr nədir? Və bu ayəti çoxsu gətirir. Və insanlar özləri istədikləri kimi nədir, insanları yönəldirlər. Yəni Allaha yaxınlaşmaq üçün müxtəlif cür vasitələr, vəsilələr nədir, axtarırlar. Və ona görə də Allah Teala buyurur ki: "Qul ud'u'llezine za'amtum min dunihi fela yemlikun kashfad-durri ankum ve la tahwila. Ulaika'llezine yed'un yebtagûn ila rabbihimul vesilete eyyuhum aqrabu ve yercûne rahmetehu ve yekhâfûne azâbehu inne azâbe rabbike kâne mehzûra." Və onlar deyir, nədir? Sizdən onlar heç bir yəni, xeyir verə bilməyən şeyləri, yəni siz onları heç bir şey xeyir verə bilmir. Hansılar ki, siz onlara yaxınlaşırsınız, onların vasitəsindən, onlara Allaha yaxınlaşmaq istəyirsiniz və onlar özləri nədir? Allah Teala yaxınlaşmaq üçün bir vasitə axtarırlar. Hansılar ki, heç bir şeyi səndən nə ala bilərlər, nə verə bilərlər və onlar nədir? Özləri, həmin o vasitələr ki vardır, onlar özləri Allah'tan qorxurlar, onun əzabından qorxurlar. Həqiqətən də nədir? Allah'ın əzabından çəkinmək lazımdır. Bu ayət-i şərifdə görsənir ki, Allah Subhanahu Taala birinci nə dedi? Dedi, nədir? Vasitələrlə Allaha yaxınlaşın. Yəni, vasitələr nədir? Mesela Ramazan ayıdır. Bu da vasitədir. Yəni Allaha oruç tutmaq, namazlar qılmaq, zikr eləmək, dua eləmək, indi inşallah gələcəkdir olar. Və Allaha yaxınlaşmaq üçün nədir? Yəni əməl etmək. Və həmin o vasitələr ki var, onlar özləri görürsən ki, nədir? Bilirlər ki, onlar Allaha yaxınlaşmaq üçün özləri nə edirlər? Vasitə axtarırlar. Yəni ki, yaxşı işlər görmək, Allahın əzabından qorxurlar. Və Allahın əzabı həqiqətən də nədir? Ağırdır. Və deməli, bunlar nədir? Təvəssül etmək Allaha vacibətlərlə və müstəhabbətlərlə olur.
Və onlar da nədir? Allah Subhanahu taala onları nə edib? Buyurub, deməli, dillə və qəlblə və nədir? Zahiri əməllərlə, bu əməllərlə nə edirsən? Allaha yaxınlaşırsan. Yəni, bunlar artıq özləri nədir? Vasitədir. Və bunlarla Allaha təvəssül edirsən, yaxınlaşırsan. Və həmçinin Allah Subhanahu taala buyurur ki, mənə qulum nədir? Nafilələrlə yaxınlaşır. Və hətta o qədər yaxınlaşır ki, mən onu sevirəm. Sevimli quluna çevirir. Və neylərlə? Vasitələr nədir burada? Nafilələr. Nafilələr nədir? Yəni, çoxdur da. Namazdır, sədəqədir. Və çoxdur, yəni, nafilə əməllər çoxdur. Yəni, burada əsas o tapın deyəndə, yəni Allaha yaxınlaşın deyəndə, nə deyir? Çoxsu başqa şeylər axtarır. Və ona görə də nə deməkdir? Təvəssül odur ki, yəni, ona o dəlillədir. Dəlillə əməl olunur və Quran və sünnədən, bilirsiniz ki, dəlil də deyəndə, Quran və sünnədən dəlil olur. Və ona görə də Allah Taala nə deyir? Hətta onu mən nə edirəm? Sevərəm. Nə ilə? Allaha yaxınlaşır, nələrlə? Nafilələrlə, yəni ibadətlərlə. Və həmçinin deməli, o şeylər hansılar ki, uzaq durmaq lazımdır haramlardan. Məsələn, Rasulullah sallallahu əleyhi və səlləm hədis şərifində buyurur ki, şirkdir, Allaha şirk qoşma və haram olan nəfsi insan öldürmə və zina eləmə və oğurluq eləmə. Yəni, bunları dedi. Yəni, bunlar haram olan əməllərdir. Yəni, bunlarla sən heç vaxt nədir? Allaha yaxınlaşa bilməzsən. Əgər bunlar səndə varsa, onlarla nədir? Uzaqlaşsan. Və nədir? Vacibət fərz namazlarıdır, fərz ibadətlərdir, namazdır, təvəssüldür, orucdur, təvəssüldür, həc ziyarəti təvəssüldür və zəkat və valideynlərə hörmət, qohumluq əlaqələrini birləşdirmək, doğru düzgün danışmaq və əhd və vəfa eləmək, yəni əhd və qoruyub saxlamaq. Bunlar hamısı nədir? Allaha yaxınlaşmaq üçün, yəni mömin insan olduqda Allah Taala səni sevir və sən Allaha yaxınlaşırsan. Bunlar hamısı nədir? İcazəli təvəssüldür ki, onlarla insan yaxınlaşır. Dediyimiz kimi iki cür təvəssül var. Biri nədir? İcazəlidir. Odur ki, o dəlil və sübutlandır. Quran və sünnə işığında. Və ikincisi nədir? Odur ki, ona heç bir dəlil yoxdur. O insanların özləri nədir? Hekayələr, yuxular. Məsələn, deyir, mən belə bir şeyin nağıllar da eşitirsiniz də, yəni bilirsiniz. Filan, məsələn, baba bələn kimi elədi ki, filan kəsin yuxusuna gəldi, dedi ki, sən daha belə adamsan. Yəni, bunlarla dəlil deyil bunlar. Bunlar uydurma, xurafatlardır. Belə şeylər nədir? Dəlil sayılmır. Və yaxud da insanlardan birisi kimsə nəsə uydurur. Deyir, məsələn, bu ağacın, bu qəbrin möcüzəsi var. Və yaxud da, məsələn, filan, məsələn, qəbrin möcüzəsi var. Belə şeylər insanlara nədir? Bunlar nədir? Dəlildir ki, onlar nədir? Düzgün deyil. Və dəlillə olan təvəssül qəbul olunandır. Dediyimiz kimi, onların da bəzilərini deyəcəyik, inşallah. Birincisi, məsələn, əsaslarından birisi dua eləməklə. Dua da, hələ bilirsiniz ki, ən birinci Allah Taala'nın adı və sifətlərlə dua eləmək. Duanın da budur. Yəni, Allah Taala'ya, məsələn, o da ki, وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى فَدْعُوهُ بِهَا deyir, Allah Taala'nın adları, yəni, Əsmaül Husnadır. Hansının olsa, Allaha dua eləyin ona. Məsələn, hansının olsa, Rəhman və yaxud da Allahın adını çəkib, Rəhmanın adını çəksən, Rəhman da hamısı Allah Taala'nın adlarıdır, sifətləridir. Və onlarla Allaha dua etmək lazımdır. Və ona görə də dua eləyirsən, məsələn, deyək ki, Allahdan nəsə istəyirsənsə, dua eləyirsənsə, məsələn, sıxıntıdasansa, dua eləyirsən ki, Allah Taala sənə kömək olsun. Və onun adları var. Ruzi istəyirsənsə, ya Razzaq deyirsən, ey ruzi verən, çoxlu. Məsələn, tövbə eləmək istəyirsən, ya Təvvab deyirsən, məsələn, və s. Yəni, Allah Taala'nın adları ilə dua edirsən. Və həmçinin Allah Taala'ya iman gətirməklə və məhəbbətlə deməli, mən deyir, yəni, dua edirsən ki, mən sənə iman gətirmişəm.
Yəni o nədir? Vasitə kimi istifadə edə bilirsən. Amma həddi aşmırsan. Yəni ona görə məhəbbət məsələn, Allahı sevirsən. Məsələn, ona nədir? Allaha dua eləyirsən və nədir? Bunlara icazəli təvəssüldür. Rabbena əmənnə bimə ənzəltə və təbə'nər rəsulə fəktubna mə'əş-şahidin. Ey Rəbbimiz, biz sənin nazil etdiyinə iman gətirdik və sənin göndərdiyin Rəsula, Peyğəmbərə iman gətirdik, onun ardıcan getdik və bizi şahidlərdən qıl. Gördüyünüz kimi nədir? Sən əməl edirsən, iman gətirirsən və onların anladığı deyirsən ki, məsələn, bunlar eləmişəm, iman gətirmişəm, Peyğəmbərin ardıcan gedirəm. Əmənnə bimə ənzəltə və təbə'nər rəsulə. Başqa bir ayətdə yenə də həmin ki, iman gətirdik və Rəsulun ardıncan getdik. Rabbena innənə səmi'nə munadiyyən yunadi lil-imani ən əminu bi rabbikum fəəmənnə. Ey Rəbbimiz, biz bir səs, yəni nida, yəni dəvət etdik ki, Rəbbinizə iman gətirin, biz də iman gətirdik. Yəni bunlarla sən Allaha təvəssül edirsən. Yəni mən iman gətirdim sənə, səni sevirəm, məsələn, sənin Rəsulun ardıcan gedirəm. Yəni bu cürmü, yəni nələr eləmək olar? Allah Taalaya dualar etmək olar. Yəni təvəssül etmək və həmçinin Kəhf surəsində oxuyursunuz hər cümə. Yəqin ki, orada bilirsiniz də o mağaraya 3 nəfər düşür və onlar nə edirlər? Biri dua edir, işin haqqını vermək ki, yəni ki, mən bu işi gördüm sənin üçün. Məsələn, o birisi valideynlərinə süd məsələsi ki, səhər-səhər süd sağır, uşaqlarına vermək, həmişə atasına, anasına verir. Yəni, bunları bilirsiniz və onlar nə edilər? Etdiyi əməllərlə Allaha yaxınlaşdılar. Yəni, etdiyi əməlləri dedilər ki, bunları sənin üçün etmişik və bugün sən də bizi, nədir, bu bəladan qutar və heç kəs səndən başqa bizi buradan qutara bilməz. Və həmçinin, deməli, öz halı, məsələn, bəyan edirsən ki, öz halınla, məsələn, Allahda dua edirsən, təvəssül edirsən, deyirsən ki, məsələn, mən fəqirəm, mən kasıbam, məsələn, ehtiyacım var, xəstəyəm, məsələn ki, Əyyub əleyhissalam dua elədi və məsələn, yaxşılanmışam, məsələn, bəzi şeylər var. Yəni, bunlarla da dua etmək olar. Və həmçinin bilirsiniz ki, salih insanların, məsələn, deyə bilərsən ki, sən dua elə. Deyə bilərsən ki, məsələn, nətər ki, Ömər radiyallahu anhu İbn Abbas radiyallahu anhuya dedi ki, həmişə Peyğəmbər sallallahu əleyhi və səlləm olanda onunla yağış üçün dua edirdi. İndi sən keç qabağa. Əhl-i Beytə olan sevgisindən idi. Yəni o, yəni vasitə deyəndə, yəni o deməkdir ki, o yağdırır yağış. Yəni ehtiram həmişə Peyğəmbər sallallahu əleyhi və səlləm idi. İndi də onun əmsi Əhl-i Beytə və yaşda böyük olduğuna görə onu verdi. Məsələn, sən də salih insana deyə bilərsən ki, məsələn, mənim üçün dua elə, müsəlmanlar üçün dua elə və bilirsiniz ki, kim dua eləyərsə, hər bir müsəlman üçün Allahumma əğfirli musliminə vəl-muslimat vəl-mu'mininə vəl-mu'minat, yəni hər bir müsəlman qadın üçün, kişi üçün, mömin qadın üçün, kişi üçün dua eləyərsənsə, onların hər birinə görə sənə savab yazılır. Gör, nə qədərdir? Milyonlar, 100 milyonlarlandır və sən də, nədir, onlar üçün həmişə dua elə. Və nədir, müsəlmanlar üçün deyə bilər ki, qardaş, müsəlmanlar üçün dua elə, onların halı məsələn yaxşı deyil, məsələn, haradasa müharibə gedir, haradasa aclıqdır, haradasa xəstəlik var və s. kimi. Və ona görə də nədir, nə etmək, dua etmək. Və məsələn, Rasulullah sallallahu əleyhi və səlləm vaxtında quraqlıq idi, gəldi bir bədəvi ərəb, dedi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm də xutbə verirdi. Dedi ki, ya Rasulullah, həlak oldu, yəni heyvanlar, su, ot yoxdur. Dua ilə Allaha yağış yağdırsın və Rasulullah sallallahu əleyhi və səlləm əllərini qaldırdı və minbərdən düşməmiş nədir, yağış başladı yağma. Yəni, o hədisi də bilirsiniz. Bir həftədən sonra yenə də gələn ki, mən yadıyıb, bütün yudu apardı hər şeyi. Nədir, dua elə ki, Allah Taala yağışı kəssin. Yəni, o hədisi rivayət eləyən nə deyir? Deyir, heç bir hansı ki, yağış yağsın deyəndə Rasulullah sallallahu əleyhi və səlləm dua elədi, deyir, səmada heç bir şey yox idi. Buludda da heç nə yox, birdən belə gəldi, başladı yağış. Və nədir, bu cür etmək olar. Yəni, bunlar icazəlidir. Bunların arasında fərq var, qarışdırmaq olmaz. Və ona görə də Rasulullah sallallahu əleyhi və səlləm dedi ki, mənim ümmətimdən 70 min torğu sualsız cənnətə girəcək və onlar nədir?
olsun oxumazlar və Ukaşa radiyallahu anhu durdu, dedi ki, ya Rasulullah, mənim üçün dua elə, mən onlardan olub. Dedi, sən onlardansan. Sonra başqa birisi durdu, dedi ki, artıq Ukaşa səni qabaqladı. Yəni, Resulullah sallallahu aleyhi ve sellem'in gördüğün, yəni, ona demədi ki, ya verən Resulullah sallallahu aleyhi ve sellem deyil. Sadəcə dua dedi ki, sən dua elə. Yəni, bunu demək olar. Deyə bilərsən ki, qardaşa ki, görürsən, məsələn, yaxşıdır, görürsən, məsələn, çoxdan səndən qabaq İslamdadır və s. Və ona deyə bilərsən ki, məsələn, sən Allaha dua elə. Amma yenə də istək Allahdan olur. Və o korun hədisi bilirsiniz ki, gəlir Resulullah sallallahu aleyhi ve sellem'ə deyir və Resulullah sallallahu aleyhi ve sellem ən çox şübhə gətirdikləri odur ki, onlar deyir ki, orada deyir ki, Resulullah sallallahu aleyhi ve sellem vasitəsilə, yəni duanla, ona görə bəziləri gətirir ki, görürsən, eləmək olar. Peyğəmbər sallallahu aleyhi ve sellem'lə, yəni mədət ummaq olar. Olmaz. Yəni orada gəldi ki, gəldi mənim üçün dua elə. Dua elədi. Və ona görə də yəni bu şeylər icazəlidir, hansılar və hansılar ki, icazəli deyil, onlar ki, insanı özündən istəyirsən və yaxud da onu Allahla yanaşı tutursan, onda bu təvəssül olmaz. Və həmçinin bilirsiniz ki, qardaşlar, bəzi təvəssüllər var ki, təvəssül etmək, onlar nədir? Qadağandır. Və onlar nədir? Qadağandır. Resulullah sallallahu aleyhi ve sellem buyurdu ki, kim bizim bu dinimizə əlavə şeylər gətirərsə, ondan olmayan şeylər eləyərsə, o rədd olar, qəbul olmaz ondan. Yəni. Ona görə də yəni, o şeylər ki, dinimizdə yoxdur, nə də onlar qəbul deyil. Yəni, Quran və sünnə işığında deyilsə, onlar qəbul deyil. Məsələn, bəziləri gətirir ki, deyir, məsələn, müdürün, direktorun yanına gitmirsən, nazirin yanına. Deyirsən ki, filan kəs, mən sənə tanışında, onun vasitəsilə mənə orada məsələn, qəbul eləsin. Yəni, bu ayrı bir şeydir. Bu ayrı bir şeydir. Yəni, onun o ibadətə aidiyyəti yoxdur onu. İnsanları yəni, belə şeylər təbliğ edirlər. Dediyim kimi, xurafatlar, məsələn, insanlar özlərinə ictihad eləmək. Yəni, bu ibadətə aidiyyəti yoxdur və dediyimiz kimi, o şeylər əgər müdürün qapısı açıqdırsa, deyib ki, kim istəsin, gəlsin, nə sözü var, desin, da vaxtsa neşə axtarırsan. Allah s.ə.v. sən evdə də olsan dua elə, yataqda da olsan dua elə, sağlam da olsan dua elə, xəstə də olsan istə və s. və s. müstədə də olsan, Ramazan ayında və s. Sən nəyə görə başqa yerə durub gedirsən hansısa bir qəbrin üstünə və yaxud hansısa bir salihi üstünə və yaxud hansısa bir ağacın, oradan məsələn dua edirsən, onun vasitəsindən istəyirsən, bunlar düzgün deyil. Yəni bu cürmü etmək düzgün deyil. Ona görə də çalışmaq lazım ki, yəni bu məsələndə Allah s.ə.v.'dan istəyəndə doğru, düzgün yəni, vasitə tapıb eləyəsən və onu da qeyd elədik ki, onlar o vasitələrdir ki, onlar yəni, məşru deyirlər, yəni dinimizdə var. Və ona görə də Resulullah s.ə.v. buyurur ki, sizin üçün ən çox qorxduğum şey nədir? Zəlalət ahlı olan imamlardır, yəni alimlərdir. İnsanlar elə şübhələr salırlar ki, elə məsələn don geyindirirlər ki, ayətə, özləri istədikləri kimi hədisə, dəlilə və insanların çoxsunu enirlər, azdırırlar. Ona görə də çalışmaq lazım ki, məsələn, filan kəsin haqqına, məsələn, o məsələn, hörmətinə, filan qəbrin və ya filan insanın filan belə şeylər nədir? Yəni, şəriətdə yoxdur və bu cür təvəssül nədir? Qadağandır. Və ona görə də, bayaq dediyim kimi, biz artıq Ramazan ayındayıq. Ramazan ayı özü elə Allaha yaxınlaşmaq üçün yəni, çox çalışmaq lazımdır. Yəni, bilirsiniz ki, Allah Teala cənnətin qapılarını açır, şeytanı zəncirləyib və Allah Teala hər gecə insanlar cəhənnəm odundan xilas eləyir. Bunlar sən də çalışırsan, yəni ora, yəni məsələn, odundan xilas olmaq üçün, əməllərin qəbul olmaq üçün, cənnət əlinin olması üçün, yəni bu da bir nədir, vasitədir və Allah Teala'ya dua edirsən ki, Allah Teala sana da bağışlasın və sana da rəhm eləsin. Və ona görə də yəni, artıq müsəlmanlarda cəhalət çoxalıb və cəhalət çoxalıb və zəlalət imamları çoxalıb və yəni, elmsizlik də müsəlmanlara çoxlu təsir edir. Yəni, təvəssül, onları məsələn, nədir bu? Adam məsələn, Yasin surəsi açıb evində oxumur. İndi şükür Allah'a, bəlkə də o kimi deyil. Hər yerdə var Quran-ı Kərimin tərcüməsi. Bir dəfə açıb onu oxumur, amma danışır. Danışır məsələn, hələ də şərh edir ki, heç xəbəri yoxdur orada nə yazılıb, nə deyil. Və yaxud da başa düşmür adam, bilmir. Və yaxud da təvəssül nəsə heç bilmir.
hansı icazəlidir, hansı icazəlidir, o danışır. Və belələri çoxdur. İnsanları şirkə sürükləyirlər və bilirsiniz ki, şirk də ən böyük günahdır. Və ən böyük günahdır, Allah bizi qorusun. Allah Teala bizi, əməllərimizi qəbul etsin. Allah Teala bütün müsəlmanlara kömək olsun. Allah müsəlmanları bağışlasın. Bu Ramazan ayında bizim əməllərimizi qəbul etsin. Allah Subhanahu Teala və Allah Teala bizi xeyir üzərində eləsin. Allah Teala bizim ruzimizi bol bərəkətli eləsin. Allah Teala əskərlərimizi qorusun. Allah Teala əmin-amanlığımızı qoruyanları qorusun. Allah Teala ölkə başçımızı qorusun. Ona güc qüvvət versin, haqq üzərində sabit eləsin, haqla uzatsın. Allah xəstələrimizə şəfa versin. Sıxıntıda olanlarımıza Allah yardım eləsin və Allah bütün müsəlmanlara kömək olsun. Subhanakallahumma bihamdik, nəşhədən la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk.